Bəli dostlar, biz hal-hazırda Lənkəran şəhərinin Nüvədi kəndindəyik və gəlişimizin səbəbi var. Səbəb odur ki, çox ziyalı, savadlı, dövlətin xalqını sevən, yazısı bir insan. Deyərdim ki, onun qələmi qızıldır, itidir, dili şirindir. Amma yazarları çox maraqlıdır və bir neçə kitab artıq belə işıq görüb və özünü təqdim etdiyi o kitabda bir çox şeyləri insanlar tərəfindən sevilir. Və kimdən danışıram mən və söhbət kimdən gedir, kimin evindəyik. Təbii ki, bunu bilmək istəyirsə kanalı dəyişməyim və gəldiyim bir gözəl bir ev, gözəl bir insan və hal-hazırda təbii ki, xəbəri var ki, biz gəlmişik, amma Kamran bəy, ay evyəsi, hə qardaş, gəl. Gözəl insan, gözəl dost, gözəl də yazısı. Çox sağ ol. Mən söylədim, təqdimat etdim ki, yəni gözəl titulları var. Qələmi qızıldır, dili kimi. Həm də şirindir, səmimidir, xoşdur. Bir neçə kitab artıq işıq görüb. 8 kitab müəllifidir, bəli. Və sənin yazarların, şeylərin özün kimi maraqlı və şirindir. O qız kimdir? Balaca qızımdır, Nazlı. Allah sağ ol. Nazlı xanım, gəl görüm, gəl. Gəl görüm. Gəl Nazlı. Gəl görüm Nazlı. Nazlanma, gəl. Bu sizin həyətinizdir. Çox gözəl həyəti var. Bax, belə şairlər təbiətdən, havadan qidalanır da. İnsan çaydan, sudan, maşallah Lənkərandadır. Dəniz burada. Gözəl Xamulanla əhatələnir. Xan Lənkəranın, xan igid övladları. Bakıda da oluram, amma Lənkəranda Lənkəran bir dünyadır. Efir məkanlarında tez-tez bu insanı görürük və çünki prezident təqaüdçü, Qızıl Qələm mükafatçı. Həm Yazıçılar İttifaqının gənc yaşlı üzvü olmuşam, artıq 19 yaşda indi artıq illərim keçib Yazıçılar bir üzvü. Bu insanda kökəlmir, mən kimi söz verir. Nazlı, gəl görə Nazlı, niyə? Nə olur, gəl görə, bu kimdir bə? Balaca oğlumdur. Oğlumdur, ay maşallah, iş verməyəməsin. Kaman, bir salamlaşaq. Möhkəm, Kənan. Budur. Öpüm səni. Neçə yaşın var? 9. De görüm, atanla fəxr edirsən? Hə. Sən də inşallah böyüyəndə atan kimi tanınmış bir insan olsan, yaxşı? Bazı niyə ağlayır? Nazlı bala, gəl də gəl. Baxın, biz səninlə dost olduq. İçəridə ailə var, 2 övladım var. Bir oğlan, bir qız ala, bütün babalar. O atanızdır, müəllim. Gəlin də biz sizin evdə qonaq. Burada çəkinəcək bir şey yoxdur. Bir görüşək, necəsiniz? Xoş günlərdə görüşək. Həmişə siz gələsiniz. Çox sağ ol. Nə gözəl yerdir. Bax. Gəl Kamil, gəl burada oturaq, buradan danışaq. Müəllim, gözəl bir ailənin, gözəl də bir övladım. Təbii ki, ata övladına fəxr edir, amma övlad da ata ilə fəxr edir. Və təbii ki, gəlişimizin səbəbi var. Gözəl bir insanın, gözəl də bir qonağı olmalıdır. Biz söz veririk ki, Bakıda qonaq olasan, amma dedim bəlkə biz gələk Lənkərana qonaq olaq. Evlərimiz qurbandır sizə. Tay və tay qapı. Siz bilirsiniz ki, mən dəvətlər, hərbi hissələri olsun, çox məkanlara dəvət amma evim mənə əzizdir, evin o qədər çox istəyirəm ki, vallahi. 10 il var yoxsa? Çox olar biraz da. Bakıda da efirdə qonaq olmuşuq, Xalq Qası Niyamətli, Musayev, Hikmət Aslan, Zayda Günəş. Mən ümumiyyətlə Kamranın sözünü qüvvət, toylara gedir. Gözəl şair kimi, Masabər kimi, dövlət tədbirlərinə, hərbi tədbirlərinə, xeyriyyət tədbirlərinə gedir. Amma hər dəvətə də getmir. Sizə proqram olsun, sizə televiziya olsun. O da baxır da brendlərin brend bir təqdimatları. Emin brenddir də. Mən hətta jurnalistlərin çoxun özünə demişəm ki, Emin brend. Heç o Emin baş hərf gələn kimi E hərfi burada brend gizlənir. Amma nə var, nə yox deyə görə. Allaha şükür, inanırsınız ki, mən sizi səmimiyyətlə belə gözləyirəm. Sizin gəlişinizi var. Şən çoxdur. O qədər işlər var ki, həm dövlət işində, artıq 9-cu qoy bunu ilk dəfə sizin proqramda deyəcəm ki, analar haqqında bir kitabım hazırlanır. İnşallah. Evdə bilirəm ki, çoxluca fəxri fərmanlar, diplomlar var. Niyə də çəkməyək ya, qardaşdan onu əziyyət çəkmirsən, bəhrəndir sənin. Birəsi varsa, çay olmalı. Düzdür, Ağsaqqal. Ağsaqqal o baxımdan deyirəm ki, maşallah bizdən cavansan. Amma gözəl bir insansınız, gözəl bir ailəsiz. Soyadın nə gedir Kamran? Mən Bağırovam, əslində şairlər bitər, mən Bağırlı eləmişəm. Yox, Bağırovlar ailəsinin
evində qonağıq. Gözəl bir süfrədə, gözəl bir insanlarla birdə. Amma Nazlı balamız gəlmir. Nazlı, səni mən oğurlayacağam, özə necə lazımdır ha. Birbaşa şəhərə aparıram. Bir belə salam, gəl buradan salam belə də. Axı bayaq şeir söylədin, hə. Kaman, sizə əziyyət vermirik, biz sənə əziyyət vermirik. Çünki burada özümüzük. Yəni buna görə niyə əziyyət verirəm? Gözəl bir bağda, bağın da var, gəl bağa. Niyə də bağa biz girməyək? Mən sevirəm bir bağı. Lənkəranda, gözəl bir yerdə. Qardaş, sən nə var, nə yox? Neyinsən? Elə mi burada oturub qatar gözləyirsən? Yox. Neyinsən? Allah sizə can sağlığı versin. Elə, hə, fanatlarım. Bəli, mən onun fanatıyam. Bəli, onun fanatıyam. Allah ona can sağlığı versin. Tək sən deyirsən, bu insan fanatı sayısız hesabsızdır. Hə, bu Azərbaycanın bir fəxridir. Təkcə mənim yox. Allah sizə can sağlığı versin. Xoş gəlmisiniz. Kamran, telefonu verib bizi çəksinlər də danışıqlarımızı. TikToka qoyaq. Bax, gözəl bacılar baxır o evdən, analar baxır və təbii ki, hər birinizi salamlayıram, əllərinizdən öpürəm. Çünki evdə böyük gəlin uşaq olmalıdır. Çünki evin bərəkətidir, ailənin nəslin davamçılarıdır. Amma xoş oldu, çox gözəl bir insanlarla tanış olmaq. İgidin adını həmişə eşidirik, amma gec-gec də olsa, amma səmimi qəlblə görüşürük. İndi bağa daxil olaq. Nə gözəl. De görüm, nə bağ, hansı ağaçlar var, meyvə ağaçları? Mandalin, aha. Lənkəranın simvolu da, yəni limon mandalin. Lənkəran ağacları ilə var. Burada bu feyxu ağaclarıdır. Sonra bizdə Naxçıvan. Vaxtsız gəlmişdir. Yəni bu mövsümdə də yəni. Vaxtına var, amma mayski gilasımız. Yox, mandalin limon vaxtı hələ var sentyabr ayında gəlir. Amma mayski payımızı yollayarsan da. Dost pay şişin olur. Əlbəttə. Rayondan gələn şəhərə pay şişin olur. Elə əli. Çay limon deyəndə özü İntiqam bəy həmişə deyir ki, bizə çay limon. Dey görüm sən bağla məşğul olsan yoxsa. Deyir bağa baxsan bağ olar, baxmasa da olar. İnanırsınız ki, desə mən səmimi insanam. Ara bir gələrəm, bu bağa daxil olum, mütləq bir şeir gərək yazam. Gəlir də ilham gələr. Gələm, ara bir gələr, hə. Çəkirsən məni, çək. Çək gözəl insan. Çək. Deyək ki, hə, bax, o gözəl bir insanları çəkər. Gözəl ailənin, gözəl insanları. Bir əl eləyin, bir əl eləyin, bir əl eləyin. Fanatlar gəlir maşallah. İndi bağı gəzək, gilassızı gördük. İnşallah hərəsindən sizə pay eləyəcəm. Aha. Bu hələ yetişməyib da. Bu hardasa bir ay, amma tüşməzə xeyirdir bu. Adam var bu yeyir, amma düzməzinin dadlı olur. Tüşməzə dadı var, bəli. Feyxa mandalin ağaclarıdır, kinkan ağacıdır qabaqda. Ara bir girirəm burada bir ilham. Ümumiyyətlə çəkiliş məkanları gələndə, çəkiliş məkanları gələndə mən ara bir görsəm, bağı çox da görsədim, amma indi biraz dağınırdı. Bu kinkan ağacıdır. Hətta mən bir şeirimi burada Lənkərana aid bir şeir söyləmişdim. Bağa hər adam girməsən mən girərəm. Yaxın bir doğma bildiyim. Siz mənə əziz insansınız, o sözsüzdür təbii ki, qardaş. Amma doğrudan çox gözəl ha bağ. Çək yaxından çək qardaş, çək. Çək atanın o gördüyü işlərdən danışaq. Və Kamran bəyin bağında gözəl bir evdə, Lənkəranda. Lənkəran haqqında da gözəl şeirlər yazır. Yazılar birində sən sözünü demirsən də, öz yazarlarla. İnsan öz əziyyətinin bəhrəsini daima görəndə insan fərəhlənir özündən. 19 yaşda üzv 18 yaşım olanda sənədlərimi verdim və heç inanmırdım ki, mən 3 kitabla yazdım. Amma sən inanırdın. Niyə də inanmırsan? Xeyr, elə demə. Sən inanırdın ki, sən Kamran tək özün üçün, ailən üçün Kamran olmayacaqsan. Sən cəmiyyət üçün, xalq üçün, Lənkəran üçün sən Kamran olacaqsan. Düzdür? Yəni bugün valideyn deyir ki, qardaş, oğul mənim olsa da artıq dövlətin, xalqın bir oğuldur, yazısıdır, şairidir. Şeirlərim hamı xalqındır. Bir şeir gəlir mi bağın içində? Bax, mən Lənkərandan dedim, içənlər danışır ətri dadından, limonla gözəldir çayın Lənkəran. Harda görürəmsə ilham alıram, var çoxlu bulağın, çayın Lənkəran. Özün bir ağaçsan, gətirmisən bar, süfrəyə düzməyə min nemətim var. Xoş havan ürəyə verir arzular, Tanrıdan ruzundur payın Lənkəran. Olur təbiətin olduqca sərin, quşlar yuva qurur ağacda dərin. Nə gözəl görünür sıx meşələrin, seçilir baharın, yayın Lənkəran. Sənsən üzümdəki sevincim mənim, sənsən üzümdəki sevincim mənim, heç kimə çörəyin olmasın qənim. Yoxdur bərabərin, tayın Lənkəran. Yoxdur bərabərin, tayın Lənkəran. Hər bölgə gözəldir, hər şəhər gözəldir. Niyə bizim analarımız, bacılarımız gəlmir? Axı biz gəlmişik və Nazlı balanı görməyə, Nazlı bizdən qaçır, nazlanır. Bəli, çox sağ olun, necəsiniz? Çox sağ olun, minnətdarıq. Gözəl ana, gözəl də bala. Sağ olun, Allah köməyiniz olsun. Mən də oğlumla fəxr eləyirəm ki, belə övlad böyütmüşəm. Allah sizə can sağlığı versin. Artıq tək sizin övlad deyil, Azərbaycan. Bəli, Azərbaycanın övladıdır. Gözəl bir yazısı, gözəl bir şair. Çox sağ olun. Mən deyirəm,
Həyatda ümidim arxa dayağım, böyük həyatımı quranım ana. Bu dünya adınla bağlıdır sənin, qibləm, səcdəgahım quranım ana. Cənnət ətrindən özünə güc al, dərin xəyalınla yenə nəzər sal. Günəş tək gözümün önündə duranım anam, qibləm, səcdəgahım quranım ana. Zirvəsən özünlə çox yaşa öyün, məbədi olmusan həm yerin, göyün, səsin nəfəsimdir eləcə döyün, ürək tək canımda vuranım anam, qibləm, səcdəgahım quranım anam. Sizin analar var, mənim anam. Mənim anam. Hər zaman qəlbimizə yaşayacaq. Danışırsan Nazlı xanım. Bəx şeir bilirdin, atan şeirini də görün. Atanın şeirini Allah, necə nazlanır? Olur. Şu an bir də görsən, o anlar olur da, o sərtlik. Bəli. Bu deyən rəssamın bir əl işidir, sənə hədiyyəsi. Bu evə niyə daxil olduq? İkinci mərtəbə. Çünki səbəb var. Bu insanın illərdir xalqa etdiyi xidmət dövlətə və təbii ki, bu da bəhrədir. Maşallah, sayısız fəxri fərman var və bu fəxri fərmanları, diplomları, bu gözəl əldə etdiyi medalları, gözəl bir qiymətli hədiyyələri niyə də biz işlandırmayaq? Həm də öz ərişə gətirdi, işinizi görən kitablardır, 8 müəllif, belə müəllifi, bəli. Fəxri fərman, xalqın nüfuzlu ziyalısı, fəxri diplomu, şərəf, media mükafat laureatının diplomu, qızıl qələm, şair Kamran Bağlı, diplom dini üzrə, cəsarətli, bəli, qələm, ustadı, qızıl qələm, bəli. Bir də mədəniyyət və incəsənət sahəsində göstərdim əməyi görürsən. Bu dəyərli. Can bir, qan bir, Türkiyə və Azərbaycanın belə təsir etdiyi və bunlar səni yaşadır da. Bəli. Mənə inanırsan, o maddiyyat yox ki, o oxucu, o tamaşaçı, inanırsınız ki, çox rayonlardan bugünkü gün mən xoşbəxt insanam. İnsan deyir, öləndə ölmür, insan unudulanda ölür. Demək, mən sağ ikən mən əgər bunları mən yaşayıram, mən sevirəm. Mənim artıq 35 yaşım var. 16 yaşdan efirlərdə, indi görə 35 yaş illərimi geridə qoyub gəldim. Hələ hastalığa Allah qismət eləsin. Cavansan da. Cavanam, bəli, yazıram. Mən sevənlərimin sevgisi mənə güc verir emin və yaşamağa inanın ki, onların inanırsınız ki, məni görmək nə qədər istəyənlər var, onların hər birinə minnətdarlığımı bildirəm. Kamran müəllim, Azərbaycanın çox rayonlarında mənə də, hətta ölkədən qırağa çağırırlar mənə, Türkiyəmiz olsun, İran. Amma sən də say seçməyirsən də, hara getməli lazımdır? Seçirəm, bəli, onu siz bilirsiniz mütləq. Nə gözəl, bəh. Bax, çıxırsan, gözəl bir eyvandan baxırsan, izləyirsən, gözəl. Yanır və o yandan Babək qalası bir başdan baxırsan. İnsan təbii ki, belə mənzərəni görəndə daha da insanın qəlbi, ruhu açılır, cavanlaşır, gözəlləşir. 8 kitab müəllifi və gözəl söz ustası və eyni zamanda qızıl qələm mükafatı. Kamran, artıq qısa da olsa sənin tərcümə halını, həyat tərzini təqdim etdik. Bilənlər bilir, amma bilməyənlər artıq bizim efirdə də bilirlər. Kamran Mirsə Lənkəranda yaşamana baxmayaraq, amma səsi hər yerdən gəlir, bölgələrdən. Ən çox, belə deyək də, sənin üçün vacib məsələ nədir? Toy yoxsa dövlət tədbirləri? Təbii ki, mən şəhid ailələri ilə tədbirlərə də dəvət alıram. Təbii ki, mən el şənliklərinə şair aparıcı kimi dəvətlər alıram. Amma mənim üçün təbii ki, özüm də dövlət işində çalışdığıma görə dövlət tədbirlərinə çox önəm verirəm və hətta gedirəm də dəvət onların. Bir də əskərlərlə olan təbii uşaq evlərinə, qocalar evlərinə mən onlara heç vaxt yox deyə bilmirəm və gedəcəm. Və hər gedəndə də inanırsınız ki, mən kövrəlirəm. O valideynlər uşaqlarını atıb, onları görəndə, hətta anaları, qocalar evinə gedəndə çox pis olurum. İnanın ki, Emin bəy, hər gedəndə bir 2 gün, 3 gün özümə gələ bilirəm. Şair qəlbi olasan, dözəsən belə bir şeylərə, valla. İncə ruhlu bir insan. İncə ruhlu insan. Amma şair də var, çox belə daş kimi ürəkləri var, sərt olur. Amma mən... Həyat onu bişirir. Amma mən tam bəlkə deyirlər, yazırlar. Bəlkə də bu tam fərqlidir. Məndə tez kövrəlirəm, hər şeydən bir əsən-mehdən, bir ətrin qoxusu mən İncə sənət adamlara incə olur da, adından bəlli, incə sənət. Mən uzaqlara aparır hər şey, nə bilim, Allaha deyirəm. İlk kitabın neçənci əlçiyə gəldi? 2009-cu ildə Durnalar, kiçik həcmli bir kitab idi, Durnalar şeir kitabım. Sonra ondan sonra Ömür Kərvanımı yazdım, sonra yazdım Payız Yağışı. Alıb bizi satır dünya, sonra dəniz dedim, günəşin al şəfəqləri dedim, işıqlı dünya dedim. Sonra nə dedim? Zəfərim var, Azad Qarabağ. Yəni 44 günlük müharibədə bizim qalib əskərlərimizin, qazilərimizin, şəhidlərimizin sayəsində biz bu qələbəyə qovuşmuşuqsa, başda Ali Baş Komandanımız, əziz prezidentimiz İlham Əliyev və bizim müzəffər ordumuz və əskərlərimizin sayəsində biz 44 günü biz
Bütövlükdə indi Azərbaycan Qarabağımıza qovuşmuşuq. Bugünkü günə də çox şükür. 30 illik həsədə son. Bəli və yazdım ki, Əbədi son. Əbədi son və qismət olsa mən hətta oralara da dəvət almışam. İnşallah qismət olsa və mən istəyərəm ki, onu demişəm, qəlbimdən qoynuna yollar salmışam. Azadlıq hissinlə zəfər çalmışam. Necə də xoş xəbər səndən almışam. Zəfərin mübarək Azad Qarabağ. Ay şəhid oğullar, sizə qurban can. Laçın Xocalıda axmaz daha qan. Şirin körpə kimi dil açır hər yan. Zəfərin mübarək Azad Qarabağ. Zəfərin mübarək Azad Qarabağ deyərək haray çəkdim. İnşallah Allah bizə daha qanlı, çiskinli günlər heç vaxt inşallah göstərməsin. Əmin və onu arzulayıram.